Bucaq. Ortasını tapmaq üçün diagonalını çəkirik. İstərdən 4 bucağın ortasını tapmaq üçün birinci diagonal çəkilir. Ortasını tapdıq. Böldük 4 dənə bərabər kvadrata. Yarı bölürük bunları da. Yarı bölürük. Və bu nöqtələrdən istifadə edirik. Olur. 6 bucaqlı. Həcmli 6 bucaqlıya çevirmək üçün tillərini çəkirik. Perspektivanı yaddan çıxartmırıq, yəni getdikcə balacalaşır. Bir tilinin ölçüsünü götürüb, o boyda təyin edərək hər bir nöqtədən çəkirik. Hətta görünməyən nöqtəsindən də təyin eləmək olur. Bunlar bir-birinə paraleldir. Hamımızın elədiysə, bu xəttlər də bir-birinə paraleldir. Amma özümüzə baxan 4 bucaqlı imtahanlarda çox nadir hallarda olur. Əgər yüngülcə yerini dəyişibsə, 4 bucaq sadəcə yerini yüngülcə dəyişir, bucaq altında görünür. Bütün digər proseslər aldıcıl olaraq yerinə yetirilir olduğu kimi. Ortası diagonal tapılır, ortası tapılır. Və yenə deyirəm, bax bu paralellər paralel olaraq qalır və yerin xəttində perpendikulyar qalır oturması üçün yerdə. Digər sütun xəttləri də paralellər bir-birinə paralel qalır. Bu 3 dənə paralel. Yarı bölünənlər də bir-birinə paralel qalır. Bax, hamımızın əksəriyyətini elədiysə bundan ibarətdir. Vəssalam, bizim 6 bucaqlının nöqtələri. Tündləşdirəm, böyürəm ki, sizə görünsün. Birləşdir. Oldu bucaq altında çəkilmiş 6 bucağı. Tilləri və perspektivanı yaddan çıxarmışsınız. Nə deməli perspektiva? Yəni, hansısa uzaq bir nöqtədə onlar birləşir. Hansısa uzaq bir nöqtədə onlar birləşir. Əlbəttə ki, bunlar bizə lazım deyil. Amma onlar mütləq bir-birinə yaxınlaşmalıdır. Yüngülcə paraleldə qala bilər. Amma getdikcə böyüməməlidir. Bu böyük deyə səhvdir, yadınızda qalsın. Hətta görünməyən tərəfindən də biz çıxarda bilərik. Təyin edirsiniz bir dənə nöqtəni ki, bu boyda olmalıdır. Tilinin hündürlüyü. Və hər bir nöqtədə onu tapırsınız. Hər bir nöqtədə onu tapırsınız. Hətta görünməyən tərəfində də. Arkada da bir dənə balaca ölçü etibarilə 6 bucaqlı alınır. Bax, təyin edirəm 6 bucaqlı. Birləşdir. Silirəm. Ən görünən tərəfləri biraz tündləşdirim. Digər görünməyən tərəfə qalsın. Aydın oldu arzu.